Bu gün qida zəhərlənməsi mövzusuna toxunacağıq. Hansı əlamətlərin özünü göstərir və müalicədə nələrə diqqət etmək lazımdır? Qida zəhərlənməsi düzgün saxlanılmayan çiy və ya çirklənmiş qidaların qəbulundan sonra yaranan mədə-bağırsaq mənşəli kəskin vəziyyətdir. Ən çox ürək bulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq, baş ağrısı və qızdırma ilə müşahidə olunur. Ağır hallarda isə su-duz itkisinə bağlı olaraq hipovolemiya, hipotenziya və hətta şok inkişaf edə bilər. Müalicənin əsası rehidrasiya və elektrolit balansının bərpasıdır. Yüngül hallarda oral rehidratasiya kifayətdir. Ağır hallarda isə vena daxili məhlullar tətbiq olunur. Dietik tədbirlər vacibdir. İlk saatlarda mədəyə yük verməmək, sonra isə yüngül rasionla qidalanmaq lazımdır. Sorbentlər, məsələn, aktiv kömür, toksinlərin sorulmasını azaldır. Simptomatik olaraq antiemetik və spazmolitiklərdən istifadə oluna bilər. Antibiotik yalnız yüksək hərarət, qanlı ishal və ağır gediş zamanı verilir. Yüngül qida toksikoinfeksiyalarında antibiotik istifadəsinə ehtiyac yoxdur. Ağır dehidratasiya, elektrolit pozğunluğu uşaqlarda və yaşlılarda risk yüksəkdirsə, stasionar müalicə mütləqdir. Burada bizim əsas məqsədimiz maye-duz balansını bərpa etmək, toksinlərin təsirini azaltmaq və ağırlaşmaların qarşısını almaqdır.